Niyə də rəqsanəlik almasınlar? Niyə də rəqsanə kimisə xanımı olmasın? Nəyə görə? Açıq fotosesiya eləyən tək mənəmmi və yaxud mən onu o fotosesiya mənim bir proyektim üçün olmuşdu və mən o formada efirə çıxmıram, toyları idarə etmirəm və demək istəyirəm ki, buradan Ramiz müəllim ağsaqqaldır, bizim yaşca bizdən çox böyük insandır, mən ona çox böyük hörmətim var. Mənim hansısa bir kəlməmlə Ramiz müəllimi incitmişəmsə, mən Ramiz müəllimdən həqiqətən də böyüklüyünə onun baxaraq üzr istəyirəm Ramiz müəllimdən, çünki o insanın özündən də danışmışam da, görüşmüşəm də. Səidə xanıma gəldikdə isə yenə mən sözümü deyirəm və Səidə xanım, mənim çıxışlarımı indi siz izləyirsiniz. Mən axşam lazımı olan videonu çəkmişəm və öz sözlərimi də demişəm. Bəli, siz də qadınsınız, mən də qadınam, mənim də ailəm var, sizin də ailəniz var. Bu günlərin bizim ikimiz də Azərbaycanda tanınmış xanımıq. Siz də yetərincə öz işinizin professionalı və tanınmış bir hörmətli jurnalistlərimizdən birisiniz. Mən də yetərincə Azərbaycanda müğənni olaraq tanınan bir xanımam. Mən bu davanı bizim heç birimizə yaraşdırmadım.